Hamıya salam dostlar, bugün sizlərlə birlikdə nə edirik? Dostlar, sizə bir xəbərim var. İndi mən Azərbaycanlıyam. Deyəsiniz ki, sən niyə paylaşırsan? Yenə də xəbərdir də dostlar. Deyək. Dostlar, Türkiyədə Roblox açıldı. Yəni Türk deyiləm, amma yenə də sevinirəm. Çünki dostlar 2 ildir Türkiyədə bağlıdır Roblox. Və yəni açılmasına bütün hamı sevinibdi ki 2 milyon, 10 milyon, 10 milyon abartmayayım, 2 milyon, 1 milyon, 10 min, 20 min bütün kanallar indi yavaş-yavaş paylaşırlar. Yəni paylaşmalılar da. Dostlar 2 il, düz 2 ildir ki, dostlar Türkiyədə bağlıdır Roblox və bunu demişdilər ki, Azərbaycanda da bağlanacaq, amma Azərbaycanda yalan deyiblər, bağlanmayacaq. Yəni inananlar varsa, yəni indidən deyim, Azərbaycanda bağlanmayacaq. Təkcə Türkiyədə o biri ölkələrdə də bağlanmışdı Roblox. İndi Türkiyədə açıldı, o birilərdə bilmirəm açıldı, açılmadı, yoxsa hələ də bağlıdır, onu bilmirəm. Amma yəni Türkiyədə açıldı, ona sevinə bilərsiniz dostlar. Açıldı, amma indi niyəsə girilmir, bilmirəm niyə. Məncə şeyə görə dostlar. İndi girilmir, amma yəni bütün xəbər kanalları deyib ki, Roblox açılıb. Yəni inanmayanlar gedib xəbər kanallarına baxa bilər. Hətta sadəcə xəbər kanalları yox, bütün kanallarda paylaşılıbdır dostlar ki, Roblox açıldı. Yəni bu türklər üçün məncə qəşəng xəbərdir. Mənim üçün də qəşəng xəbərdir. Çünki yəni türklər oynamır, türklərin qarşımızdır. Onu oynaya bilməsi